Salam hər kəsə, mən Fəxri Əsədov və bugün sizlərə Bugatti turbulyon çəkirik. Hal-hazırda Bugatti Baku showroomundayıq və yanımızda Bugatti turbulyon var. Amma avtomobilin detallı incələməsinə keçməzdən əvvəl istəyirəm sizə biraz məlumat verim. Hal-hazırda Bugatti Baku showroomu dünyanın ən böyük Bugatti showroumudur və bundan savayı Nəzar Holdingin nəzdində olan Bugatti brendi Azərbaycandan savayı Tacikistan, Qırğızistan, Qazaxıstan, Türkiyə, Gürcüstan toplamda 8 ölkə olmaqla Bugatti brendini təmsil eləyir və yaxın zamanda da artıq satışlar da reallaşacaq. Millət, bizim kanalda ilk Bugatti incələməsidir. Ona görə də avtomobilin özünə keçməzdən öncə istəyirəm biraz Bugatti brendi haqqında sizə məlumat verim. Artıq bilənlər bilir, bilməyənlər üçün də video vasitəsilə də deyim ki, 115 yaşında olan Bugatti brendi son 20 ildir sadəcə və sadəcə hiperkar, yəni hiper avtomobillər istehsal etməklə öz yoluna davam edir və hal-hazırda yanımızda olan turbulyon modeli Bugatti brendinin gəldiyi son nöqtədir. Çünki avtomobilimizdə görüntüdən, dizayndan savayı texniki cəhətdə də çoxlu dəyişikliklər olunub və düşünürəm ki, Chiron'un davamçısı olacağı deyilən turbulyon modeli Chiron'dan tamamilə fərqli bir avtomobildir. Çünki irəliləyən dəqiqələrdə artıq sizin hər şeydən xəbəriniz olacaq. İlk növbədə istəyirəm dizayn tərəfinə biraz yaxınlaşaq. Avtomobilimizin ön tərəfinə baxdıqda biz dərhal bunun bir Bugatti olduğunu bilirik. Çünki Veyron'dan bəri ön hissədə olan dairəvi formada olan arkanı biz turbulyon modelində də görə bilirik. Düzdür, ön fənərlər artıq tamamilə dəyişilib və burada dizaynerin əlavə gördüyü dizayn cəhətdən həm də avtomobilimizə downforce versin deyə çox qəribə burada hava kanallarımız var və hava kanalları demişkən arxada bir difüzorumuz var. Onu sizə sonda göstərəcəm. Difüzor deyil, tamamilə başqa bir şey yaradıblar sözün əsl mənasında. Amma istəyərdim turbulyon haqqında sizə məlumat verim ki, turbulyon yenidir və avtomobilin məncə ön hissəsi, eksteryeri haqqında çox da məlumatınız olmasa belə, avtomobilimizin sükanı haqqında bir çox videolar viral olmuşdu internetdə. İrəliləyən dəqiqələrdə onu da göstərəcəm, səbirli olun. Amma ümumiyyətlə desək, turbulyon modeli səhv etmirəmsə 250 ədəd istehsal olunacaq. O avtomobillərdən biri də bizim yanımızdadır və bu günləri əlimizdən gəldiyi qədər showroomda olduğumuz üçün avtomobili təbii ki, təəssüflər olsun ki, idarə eləyə bilməyəcəyik. Amma əlimizdən gəldiyi qədər bütün detalları sizə göstərməyə başlayacağıq. Dizayn hissəsinə gəldikdə, avtomobilimizin ön hissəsində dayandıqda tən ortadan bir xət formada bizi dizayn hissəsini görə bilirik. Amma bunun da bir məntiqi və mənası var. İlk növbədə biz full karbondan olan, təbii ki, bunu artıq deməyə ehtiyac yoxdur, şüşə siləcəkləri var, amma məsələ o deyil. Həmin bu xətti izləyərək biz tam mərkəzdə belə bir xətt formasında çıxıntı görürük və bu çıxıntı belə bir göndərmədir. Çünki 1936-cı ildə istehsal olunan Bugatti Type 57 SC modelində də eyni tən ortadan mərkəzləşmiş üzgəc deyirlər bunlara, belə desəm, üzgəcləri var. Həmin bu üzgəcləri biz turbulyon modelində də artıq görə bilirik. Çox sevirəm ki, bu tipli avtomobillər hər nə qədər yeniliyə doğru geçsələr də, yeni dizaynlara keçsələr də, köhnə modellərindən, yəni klassikləşmiş modellərindən də bəzi
detallar əlavə etməkləri mənim çox xoşuma gəlir. Bir nostalji da hiss yaradır insanda. Amma indi deyə bilərsiniz ki, ay Fəxri, bu Bugatti Tourbillon necə sürətlənir? Mühərrikimiz nədir? Onun üçün keçirik arxa hissəyə və burada sözün əsl mənasında avtomobil industriyasının incəsənət əsəri var. Çünki normalda Bugatti bildiyimiz kimi W16 mühərrikləri ilə tanınır. Hansı ki, mühərrikin biri də içəri hissələdir. İrəliləyən dəqiqələrdə onu da sizə göstərəcəm. Lakin yeni modeldə artıq W16 yerinə V16-ya keçid elədilər. Nəyə görə desək, indi onları da sizə açıqlayacağım. Çünki normalda, belə desəm, hal-hazırda bütün avtomobil brendləri, hiper avtomobillər olsun, superkarlar olsun, fərq etmir. Hamısı çalışırlar ki, mühərrikin litrajını maksimum dərəcədə aşağıya salsınlar və turbo şarjla, bundan savayı elektrik mühərrikləri ilə avtomobilləri daha sürətli etsinlər. Amma hər dəfə olduğu kimi Bugatti standart trendlərə yox deyərək öz yolu ilə getməyə davam elədi və yanımızda V16, yəni 16 silindirli bir mühərrikimiz var və bugünə kimi W16 mühərriklərdən istifadə etdiklərinə görə bu tamamilə yeni bir mühərrikdir və onu da qeyd edeyim ki, F1 texnologiyası ilə hazırlanmış bir mühərrikdir. Normalda olan W16-dan V16-ya keçdikləri üçün isə standart mühərrikimizdən 25 sm daha da uzundur bizim mühərrikimiz. Amma burada bəzi sizə avtomobilin daha yüngül, daha sürətli getmək üçün bəzi nüansları dedik. Amma məsələ orasındadır ki, hal-hazırda gördüyünüz mühərrikimiz tamamilə atmosferik bir mühərrikdir. Yəni, natural aspirated bir mühərrikdir. Yəni, avtomobilimizin mühərrikində heç bir turbo şarj falan yoxdur və yanımızda gördüyünüz daxili yanma mühərrikimiz sadəcə 1000 at gücündədir və hal-hazırda 16 silindirli, yəni V16 şəkilli olan atmosferik mühərrikin 1000 at gücü vermək tamamilə bir fantaziyadır. Amma Bugatti bunu reallaşdırıb. Bundan savayı deyə bilərsiniz ki, Fəxri, bu avtomobil 1800 at gücündədir. Axı, biz internetdə baxırıq, sən nəyisə səhv demiş olursan. Təbii ki, xeyr. Çünki daxili yanma mühərrikimiz arxada olsa da, avtomobilimizdə 3 ədəd hibrid mühərrikimiz də var və bununla da avtomobilimiz 4 çəkərdir. Necə? İndi sizə izah edəcəm. Çünki avtomobilimizin ilk növbədə şəssisi tamamilə karbon monokok bir şəssidir. Ümumiyyətlə desək, yəni heç bir hissələrdən bərkitməsi olmayan bir şəssi var hal-hazırda yanımızda və bundan savayı arxa hissədə bizim daxili yanma mühərrikimiz, ön hissədə isə 2 ədəd olmaqla hal-hazırda desəm bu hissələrdə yerləşir. Ön hissədə də bizim 2 ədəd elektrikli mühərrikimiz var və tək bununla bitmir. Çünki elektrikli mühərrikimizin sayı 3 ədəddir. 2 ədəd ön hissədə, 1 ədəd isə arxa hissədədir və hər bir elektrikli mühərrikimiz ayrı-ayrılıqda 400 at gücü verir. İndi hesablaya bilərsiniz ki, 1000 at gücü bizim avtomobilimizin daxili yanma mühərrikindən, 3 ədəd elektrikli mühərrik də 400 at gücündən hesablasaq, 1200, belə 1000 at gücü də belə 2200 at gücü hardasa eləyir. Təbii ki, deyil. Çünki hər bir ayrılıqda 400 at gücü versə belə bizim batareyalarımızın bir limiti var. Ona görə də Bugatti avtomobilimizi toplamda daxili yanma və elektrikli mühərriklərlə birlikdə 1800 at gücündə limitləyib. Avtomobilimizin mühərrik hissəsi haqqında sizə maksimum dərəcədə məlumatımızı verdik, amma unutmadan onu da qeyd edeyim ki, avtomobilimizin normal, belə deyim, Bugattilərdə bizim transmissiya ya ortada, əsasən belə desək, ön hissədə olurdu. Artıq elektrikli mühərriklər işin içinə girdiyinə görə bizim transmissiyamız da avtomobilimizin mühərrikinin arxa hissəsindədir. Ona görə də burada çox yer qazanıblar və avtomobilimizin interyerinə keçid eləyəndə sizə şaft məsələsində qeyd eləyəcəm. Çünki avtomobilimizin arxa təkərləri ön təkərlərindən fərqli olaraq bir-birinə bağlantılı deyil, amma avtomobilimiz 4 çəkərdir. Çünki arxa hissəmiz həm elektrikli mühərrik, həm daxili yanma mühərriklə, ön təkərləri isə sadəcə elektrikli mühərriklə idarə olunur. Amma toplamda təbii ki, avtomobili siz idarə eləyəndə 1800 at gücündə bir avtomobil idarə etmiş olursunuz. İndi biraz qəribə səslənsə də mən xoşlayıram bu tip super, hiper avtomobillərdə bagaj həcmini göstərmək və bu avtomobildə də arxa hissədə gördüyünüz kimi, yəni bir bagaj üçün bir şey nəzərdə tutulmayıb, amma ön tərəfimizdə kiçik də olsa bir bagajımız var. Bagaj deməyim, belə desəm, bir bölmə ayırıblar
ensiz olmasına baxmayaraq çox dərindir. Hardasa bir 50-55 sm dərinlikdədir və təbii ki, avtomobilimiz monokok karbon şassi olduğuna görə avtomobildə gördüyümüz şüşə silənə qədər hər şey karbon detallarlandır və burada da biz one of 250, yəni one of 215 də deyə bilərdik, amma yəni 250 ədəd istehsal olunan avtomobildən biri də hal-hazırda yanımızdadır. Yəni və baqaj həcmi olaraq da bunu sizə sadəcə göstərə bilərəm. Bunu bağlasaq, istəyirəm artıq sizi bu fantaziya dünyasından biraz normal həyata qaytarım. Nə deyəcəksiniz? Normal disklərimiz var burada. Amma təbii ki, ön-arxa fərqli olaraq gəlir. Öndə 20 ölçüdə, arxada isə 21 ölçüdə bizim Bugatti'nin özünə məxsus bir diskləri var və bildiyim qədərilə istəkdən asılı olaraq bu tipli avtomobillərdə siz demək olar ki, istənilən dəyişiklikləri eləyə bilərsiniz. Misal üçün, karbon detalların sayını biraz da çox artıra bilərsiniz. Və bu avtomobilimizdə bəzi modlar var. Onu artıq interyerdən danışanda sizə izah eləyəcəm. Ümumi avtomobilin istəyirəm biraz dizaynı haqqında tam məlumat verim. Öz fikirlərimi də sizinlə bölüşüm ki, yəni nə düşünürəm? Onu deyə bilərəm ki, görüntüsü möhtəşəmdir. Rəngi ayrıca möhtəşəmliyi qatır avtomobilə və arxa hissədə dayananda biz arxa qanadın hansı enlikdə olduğunu artıq görə bilirik. Mən gözlə daha yaxşı görünür, kameradan nə dərəcədə görünür bilmirəm. Amma bu sənət əsəri olan mühərrikdən savayı ikinci bir həqiqətən Bugatti'nin üzərində işlədiyi bir difuzorumuz var və bu difuzor belə iri həcmdə görünməyinə baxmayaraq, hal-hazırda tapsam onu da videoda yerləşdirəcəm. Difuzor sadəcə göründüyü yerdən başlamır. Demək olar ki, avtomobilimizin orta hissəsindən artıq downforce verməyə, yəni küləyi kəsməyə başlayır və difuzorun da iş prinsipi get-gedə açılan formada olmalıdır və avtomobilimizin ortasından başlayaraq tam arxaya gəldikdə artıq biz nəhəng difuzoru görürük. Bir nüansını nəzərinizə çatdırım. Bilmirəm, fikir vermişsiniz yoxsa yox. Əsasən Amerika bazarı üçün istehsal olunan avtomobillərdə fərqi yoxdur. Marka, model olaraq, hətta Bugatti'lərdə belə. Arxa hissədə, belə deyim, arxadan gələcək zərbəni udması üçün, belə deyim, dəmir bamperlər hazırlanır və Amerika eksport olunan avtomobillərdə bu formada gəlir. Turbulyon bu problemi həll elədi. Yəni Bugatti turbulyonda bu məsələni tam həll elədi. Çünki arxa difuzorumuz o qədər möhkəm formada hazırlanıb ki, artıq testlərdən də bu formada keçdi. Yəni siz belə desəm, hər hansı bir bu karbon difuzora zədə gələrsə, həmin zərbəni bu difuzor rahatlıqla özünə çəkə biləcək ki, avtomobildə daha çox zərbə getməsin. Ümumiyyətlə, arxa hissəyə baxanda isə tək formada tamamilə LED-dən bizim arxa fənərlərimizi görə bilirsiniz və Bugatti bu fənərlərə də bir ad verib, performansı izləyən forma. Azərbaycan dilində desək bu formada səslənir və Bugatti yazımız da ayrıca LED-lə işıqlandırılmışdır və məncə artıq şərhə ehtiyac yoxdur. İndi deyə bilərsiniz ki, Fəxri, hər şey bildik, avtomobilin eksteryeri ilə bağlı bütün məlumatları verdin. İndi keçək hazırsınızsa interyerə, qapıların açılmağı ayrıca bir dünyadır. Hazırsınızsa qapını açırıq. Tam olsun deyə digər tərəfi də açıram. Məncə artıq şərhə ehtiyac yoxdur. Qapılar ayrıca bir incə sənət əsəridir, bunu deyə bilərəm. Çünki biz normalda Bugatti'də yuxarı açılan qapılar görməmişdik. Belə desəm, Chiron'un, Veyron'un qapıları normal bildiyimiz kimi açılır. Və qapıları yuxarı açılan avtomobillərdə də normalda bu tipdə açılmır. Sadəcə qapı üzü yuxarı formada açılır. Amma Bugatti yeni modelində artıq köklü dəyişikliklərə gedib gördüyünüz kimi. Çünki bizim dam hissənin də bir hissəsi qapı ilə birlikdə açılır. Biz bunu McLaren SLR-də görmüşdük. Bundan savayı bəzi, belə deyim, Mercedes McLaren SLR-də biz bunu görmüşdük və bundan savayı bəzi McLaren modellərində də bu tip
qapı açılışını görmüşdük. Bugatti'də də bunu görmək daha da xoş oldu. İnteryerimiz ayrıca bir dünyadır. İstəyirəm keçə interyerə əyləşək və sizə detallı hər şeyi göstərəcəm. Avtomobilimizin interyerinə əyləşən kimi dərhal bizi avtomobilimizin sükanı qarşılayır. Mən sizə deyərdim ki, bu özü ayrıca bir məsələdir. Çünki bilmirəm bilirsiniz yoxsa bilmirsinizsə mən sizə deyim. Avtomobilimizdə olan göstərgə paneli, yəni speedometre də deyə bilərik. Bu İsveç saat mexanikləri tərəfindən hazırlanıb və ümumiyyətlə Bugatti Tourbillon modelinin interyerinə bir ad da qoyublar. Digital Detox. Yəni avtomobildə demək olar ki, digital heç nə yoxdur. Hər bir xüsusiyyət, hər bir funksiya hamısı tamamilə analoqdur və ən böyük onun nümunəsində avtomobilə əyləşən kimi biz görə bilirik və əsas məsələ sükanın nə qədər dönməsindən asılı olmayaraq bizim speedometr, yəni sürətlər paneli öz yerində statik olaraq qalır və siz avtomobili rahatlıqla idarə edə bilirsiniz və fokus nöqtəniz həmişə düz mərkəzdə olur. Bundan savayı indi sükan haqqında çox danışa bilərik, amma digər hissələrdə keçid almaq istəyirəm. Avtomobilimizin şaftı olmadığı üçün, yəni belə desəm, bayaq da qeyd etdiyim kimi, arxa təkər və ön təkər bir-birinə birləşmədiyi üçün şaft vasitəsilə bizim şaft kanalımız artıq öz yerini batareyalara verib. 3 ədəd elektrikli mühərrikimizi işlətmək üçün olan batareyalar hamısı buradadır və fikir versəniz, şaft kanalı olmadığı üçün artıq bu hissə daha da incəlib. Ona görə də sürücü və sərnişin artıq bir-birinə daha yaxın yerdə qoyulub. Və bundan savayı avtomobilimiz maksimum dərəcədə kiçik ölçülü olsun deyə, çünki bayaq qeyd elədiyim kimi standart mühərrikdən 25 sm daha da uzunlaşıb. Yəni bu o deməkdir ki, yer itkisi var bu avtomobildə. Ona görə də hər yerdən maksimum dərəcədə yaxşı istifadə etməyə çalışıblar və onu qeyd eləmək istəyirəm ki, oturacaqlarımızın funksionallığı o qədər də çox deyil. Sadəcə biz biraz hündürlük verə bilirik, biraz da bel hissəsini gətirə bilirik. Amma oturacaqlar fiks olaraq burada dayanır. Bizim, belə desəm, LaFerrari'də falan gördüyümüz kimi pedal bölməsi, pedallar özü aktiv olaraq çalışır. Yəni, istədiyiniz vaxt pedalları irəliyə, geriyə verərək öz düzgün sürüş pozisiyanızı tuta bilərsiniz. Fikir verdiniz yoxsa yox, avtomobildə demək olar ki, plastik heç nə yoxdur. Hər bir şey ya karbondandır, ya dəridəndir və yaxud da ki, alüminiumdandır. Yəni, bütün düymələr, interyerdə olan hər şey demək olar ki, alüminiumdandır. Yəni, misal üçün, hətta bizim, bax, bu gördüyünüz rıçaqlar falan hamısı alüminiumdandır. Bu da xırda bir nüansda, onu da sizə qeyd edeyim və bundan savayı avtomobilimizi işə salmırıq deyə tam sizə göstərə bilmirəm. Buradan bizim kiçik bir digital monitorumuz da var, hansı ki onun sayəsində siz bəzi funksiyaları da yerinə gətirə bilirsiniz. İstəyirəm qapıları bağlayayım, özümü biraz turbulyonun içində biraz sakit hiss eləyim, biraz chill eləyim, sonra davam eləyərik. Bunun üçün düyməmiz var, sağ qapımızı hal-hazırda bağlayırıq. Sağ olun. Kəməri də götürüm. Son olaraq ümumi avtomobil haqqında danışası olsaq, texniki vəziyyətdən 2000 kiloqramın altındadır avtomobilimizin çəkisi və 8.3 litr həcmində olan V6 mühərrik, 3 ədəd əlavə elektrikli mühərrik, toplamda 1800 at gücü ilə avtomobilimizin 0-dan 100-ə sürətlənməsi 2 saniyənin altındadır. Yəni 2 saniyədən daha tez bir müddətdə avtomobilimiz 0-dan 100-ə sürətlənir. Sürət limiti olaraq isə standart bir limitimiz var. Avtomobil 380 km/saatda limitlənir. Amma speed key deyə, yəni sürət açarı ilə siz avtomobili idarə etməyə başlasanız, top speedimiz 445 km/saata qədər qalxa bilir. Hal-hazırda avtomobilimiz showroomda olduğu üçün sizə tam göstərə bilmirik, amma buradan bir dənə keçid edirik avtomobilimizin top speedini, sürətlənməsini və o gözəl V16-nın səsini sizə qulaq asdırmaq istəyirəm.
Məncə sizin də xoşunuza gəldi həm sürətlənməsi, həm də avtomobilimizin səsi. Amma qeyd eləmişdim ki, Turbolyon haqqında danışacağıq. Biraz da Bugatti Baku showroom haqqında istəyirəm danışaq. Gəlin sizə maraqlı bir şey göstərəcəm. Və budur millət. Yanımızda bayaq da qeyd etdiyim kimi Bugatti'nin sənət əsərlərindən daha biri W16 mühərrikimiz var və bu yanımızda gördüyünüz mühərrikdə görə bilərsiniz ki, turbo şarjlarımız var. Sual verə bilərsiniz ki, bu Turbolyonun mühərrikinə oxşamır. Təbii ki, çünki bu gördüyünüz mühərrik Bugatti Chiron'un mühərrikidir və bu bir maket falan deyil, birəbir hal-hazırda qanlı canlı, necə deyərlər ki, mühərrikimiz buradadır və hər bir şeydə üzərindədir. Hətta usta gözü ilə belə baxsam, dinamomuzu falan, kəmərlərə kimi hər bir şeyi burada biz görə bilirik. Hər şey karbondur. Yəni, hər gün W16 bir mühərrik görmədiyimiz üçün deyərdim ki, bayaqdan mühərrikə baxıram və söz tapmıram. Çünki hər şeyi elə yerə yerləşdiriblər ki, yəni bütün babinlər falan burada görə bilirik, turbo şarjlar buradadır, paypları görə bilirik, çıxış kollektoru, intake, hər şey buradadır. Ən əsas məsələ, yəni bu yazı mənim çox xoşuma gəlir, W16. Yəni, belə desəm, W16-nı mən Bugatti ilə tanımışam. Məncə bir çoxlarınız da eyni ilə Bugatti ilə tanımısınız bu tip mühərrikləri. Çox çətin, çox qarışıq bir sistemi var. Çünki belə desəm, W16 olduğu üçün 8 silindir sağda, 8 silindir solda, amma onların da özündə, bax belə şəklini qoyaram, siz daha yaxşı başa düşərsiniz. Çox fərqli bir fantaziyadır sözün əsl mənasında. Mühərrikdən savayı burada Bugatti'nin bizə verdiyi bütün rəng çeşidlərini görə bilirik, palitranı görə bilirik və bundan savayı avtomobilin interyerində hansı rəng dərilərdən istifadə oluna biləcəyini də biz burada görə bilirik. Yəni, sıfırdan ürəyiniz nə istəyirsə, hətta baxın, bu yaşıl karbonu çox sevirəm, bilmirəm videoda nə dərəcədə görünür, adını da sizə deyim. Yəni, dediyim kimi, green karbon olaraq keçir və bu rəngdə olan Chiron görmüşdük, Pur Sport, onu da Özbəkistanda görmüşdük. Təbii ki, Nəzər Holdingin bir tədbirində. Belə millət, sizə Bugatti Baku showroomunu da göstərdik və yanımızda olan möhtəşəm Bugatti Turbolyonun da maksimum dərəcədə incələməsini sizin üçün etdik. Zəhmət olmasa videomuza dəstək olmaq üçün videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın və hansı tip avtomobillərin çəkilişini istəyirsinizsə, onu da komment hissəsində qeyd edin. Chiron yazın, Chiron. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.